Müəllimlər, xoş gördük sizləri. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Rəsulova sizə ilk 4 sualımızla bağlı izah verdim və 2 sualımızdan bağlı da izah vermək istəyirəm. Hansı ki, bunlar situasiyaya uyğun suallarımızdandır və yuxarıdakı videomuzda görürsünüz ki, yazmışıq ki, heç nə bilmirəm deyənlər mütləq baxsın və orada dediyim nüanslara aiddir əsl. Yəni, sinifə deyir bir şagird yaxşı geyinməyib gəlir, digərləri o uşağa gülürlər. İndi müəllim bununla bağlı neynəməlidir? Yadınızda qalsın. Müəllim bu halda həmin o şagirdlərdə, həmçinin də ki, yenə də pis ehtiyatda anlamalı deyil və yaxud da ki, müəllim o uşaqlara elədiklərinin düzgün olduğuna deməli deyil. Bu addımda o şagird sinifdə olmayanda müəllim bu şagirdlərdə insanlara qarşı empatiya hissini, mənəvi inkişafı aşılamalıdır. Yəni şagirdlərə hər kəsin geyim tərzinin, hər kəsin düşüncəsinin, hər kəsin həyat tərzinin, hər kəsin həyat şəraitinin eyni olmadığını vurğulamalıdır. Yəni şagirdlərə bunu aşılasa, onlarda siz ona güldüyünüz zaman, ona histeriyər, çox məyus olar, özünüzü onun yerinə qoyun desə, o şagirdlər artıq bir də bunu eləməzlər. Amma o şagirdin yanında bunu eləmək düzgün deyil. Müəllim o şagird sinifdə olmadığı zaman bunu eləməlidir və şagirdlərə bu hissləri aşılamalıdır. Elə bu bizim ilk əvvəl sinifdə şagirdlər arasındakı ünsiyyəti qurmaq üçün ən optimal variantlardan biridir və əziz müəllimlər, elə bu həyatda da bu cürdür. Yəni kurikulumun doğrudan da görürsünüz ki, həyatımızda da nə qədər bir rolu var. İkincisi, deyir şagirdin biri həmişə suallara aktiv cavab verir, amma başqaları cavab verməyəndə onlara gülürmüş. Deməli bu şagirddə rasional savad olsa da, emosional zəka yoxdur. Yəni artıq bu özü bir növ bir bullinqə nümunə kimi göstərilə bilər. Yəni müəllim o şagirdlə hamının içərisində yox, o şagirdi fərdi yanına çağırıb, bu etdiyinin yanlış olduğunu, dostlarına qarşı bu hərəkətin düzgün olmadığını, kimsə nə isə bilməyəndə onlara gülmək lazım olmadığını bildirməlidir və şagirdlərə, dostlarına bacarırsa kömək eləsin, amma gülməyin düzgün olmadığını öyrətməlidir. Təbii ki, bunu da hamının içərisində edilən töhmət bilirsiniz ki, töhmət deyil, bu qətiyyən olmaz. Fərdi formatda müəllim şagirdlərə eləməlidir.